Hər vaxtınız xeyir olsun dəyərli Biznes TV'nin dəyərli izləyiciləri. Bizdən biri proqramı yenidən fərqli bir buraxılışı ilə efirdədir. Bugünkü qonağımız Aytan Qəmbərovadır. Almaniyada uzun illərdir, 3 yaşından bəri yaşayan və kozmetoloq vəzifəsini əldə etmiş bir xanımdır ki, Almaniyada həqiqətən tanınır və 100-dən çox tələbəsi var. Onu tanıyan özəl bir kütlə var ki, sırf biz sorğu keçirdəndə ki, Almaniyada tanınmış, ətrafı çox olan insanlar elə Aytan Qəmbərovanın da adı xeyli çəkildi. Əlbəttə ki, bizdə də maraq yarandı ki, görən Aytan Qəmbərova kimdir, hansı işlərlə məşğuldur və nəyə görə insanlar ona güvənir və sevir. Əlbəttə ki, bizim üçün də maraqlıdır. Biz də bizdən bir komandası olaraq vaxt itirmədən Aytan Qəmbərova ilə əlaqə saxladıq. Sağ olsun, dəvətimizi geri çevirmədi. Bazar günü olmağına, hər yer bağlı olmağına baxmayaraq studiyosuna gəldi və bizi dəvət etdi. Birazdan Aytan Qəmbərova ilə birlikdə studiyada çəkim həyata keçirdəcəyik. Qeyd edək ki, bu xanım həmçinin də öz brendinin sahibidir. İlk öncə salam, xoş gəlmişik. Neçə müddətdir ki, siz kozmetoloq kimi fəaliyyət göstərirsiniz? 15 ildir artıq. 15 ildir. Bəli. İçəri girəndə ilk gözümə bu vitrin çarpdı da. İndi bunlar tanıdıq markalardır. Amma bunlar sizin özünüzə məxsus markalardır. Bəli. Yəni siz kozmetologiya ilə yanaşı həmçinin də öz məhsulunuzun sahibisiniz. Bəli. Bunlar nədir deyə bilərsiniz? Biz bunu deyim ki, normal fəx kosmetikadan əlavə həm də natur kosmetik eləyirik. Yəni burada gördüyünüz bütün bu ürünlərin hamısı natur produktlarla düzəlir. Yəni heç birinin içində alkol yoxdur, parfüm yoxdur, heç bir heyvansal bir qatqı yoxdur və heyvanların üstünə test olunmadan bunların hamısı düzəlib. Siz həmçinin sahibkarlıqla yanaşı öz brendinizin sahibisiz. Bəli. Və öz brendinizi satırsınız. Məsəl üçün çox xanımlarda belə bir sual yarana bilər ki, birdən allergiya yarana bilər. Bu allergiyanın qarşısını necə alırsınız bəs? Birincisi bu produktların hamısı kişiyə özəl düzəldilir. Adam, yəni xanıma, bəyə özəl. Bəli, yəni hər kəsə özəl düzəldilir. Yəni gəlir müştəri bizə deyir ki, mənim belə bir problemim var, bir şey var. Biz ona uyğun bir set düzəldirik və yaxud bizə müştəri olaraq gələnləri biz Gesichtspflege eləyəndə, ona deyək ki, cilt baxımını eləyəndə onun dərisini analiz edirik və ona uyğun düzəldirik. Kozmetoloq olan şəxslər sırf hamısı öz brendlərini hazırlaya bilərlərmi? Onun da ayrı bir alanı var. Yəni ki, birinci kosmetika olub başlayıb, sonra natur kosmetika keçib və onun da ayrı təhsilini alıb eləmək olar. Yəni buradan qeyd etmək istəyirəm ki, indi məsəl üçün Türk kanallarında və yaxud da Azərbaycan kanallarının özündə də yazılır da evdə yoxlamayın və yaxud da əgər professional deyilsinizsə etməyin məsələləri. İndi hər kozmetoloq öz məhsulunu çıxara bilməz ki, yetəri qədər professional kozmetoloqlar var və öz brendlərini yarada biləcək gücdədirlər. Yəni necə? Bilirlər, başları çıxır. Əgər başınız çıxmırsa, eləməyin ki, indi ən azından insanlarda problem yarada bilər. Əlbəttə, bu çox böyük problem yarada bilər. Çox ciddi problemlər yarada bilər. Siz bir məkanınızı açmaq üçün nə qədər sərmayə yatırmısınız? Bayağı bir olub, yəni biz oranı açmağımız bir 10.000 euro ilə başlamışdıq. 10.000 euro ilə başlamısınız. Bəs 10.000 euronu işlərinizlə, gördüyünüz işlərlə çıxarmısınızmı? Əlbəttə. Çıxarmışsınız. Çünki belə deyək, normalda insanlar düşünürlər ki, deyək ki, hər bir insan özünü investisiya eləyir və yaxud da deyək ki, bacarıq sahəsinə əsasən məkanı açır və çalışır ki, o bacarığı daha da puxtələşdirsin, formalaşdırsın və yaysın. Bəzi insanlar bu yolda uğur qazana bilmirlər də. Deyək ki, iflas eləyən də var, ziyana gedən də var. Məsəl üçün, siz bir kozmetoloq olaraq ziyana gedən tərəfsiz, yoxsa irəli gedən, yoxsa hələ ki ortada qalan? Çünki 15 illik stajınız var. Yəni ziyana getmədiyim burada durmağımdan bəllidir zaten. 15 ildir bu işin içindəyəm. Hələ ki irəli gedirik. Bəzi kozmetoloqlar məsəl üçün öz evlərində kozmetoloji mərkəz açırlar. Bunlar rəsmi sayılırmı? Əlbəttə, onu anmeldin eləyəndə rəsmi sayılır. Yəni öz evinizi şirkət kimi qeydiyyata keçirdə bilirsiniz. Keçirdə bilərsiniz. Çünki mən elə eşitmişdim ki, Almaniyada ancaq öz məkanın olmalıdır. Evdə eləyirsənsə, dövlətdə, yəni vergidən yayılmış olursan yox, və anmeldinsuz olmaz. Gərək onu da anmeldin eləyəsiniz.
Amma məsəl üçün evdə deyək ki, mən bunu privat şəkildə və yaxud da mən bunu Lübitskidə həvəskar şəkildə edirəm, bu da olmaz da. Yəni qeydiyyatdan keçməlidir. Bilirsiniz necədir? Elədiyiniz işin qarşılığını alırsınızsa mütləq şəkildə bu anmelden olunmalıdır. Almaniyada hər hansı bir şey pul gətirirsə, onun mütləq şəkildə qeydiyyatı olmalıdır. Çünki siz qazandığınız gəlirin vergisini ödəməlisiniz. Əks halda bu qara iş sayılır və deportasiya və cəzaya qədər. Nə qədər cəza? Yemirsiniz heç cəza? Yox. Ha, şükür olsun. Yox. Amma nə qədər olur? Həbs cəzasına qədər gedə bilər. Yəni həbs cəzası. Ən böyük cəzalardan biridir, yəni ən böyük suçlardan adamı vurdu. Almaniyada. İndi mən əlbəttə ki, bu heç birisi şey deyil. Yəni bunu yanlış başa düşməyin. Adam vura bilirsən, heç bir şey demirlər. Müəyyən qədər bir cəzası olur əlbəttə ki, amma vergi qaçırt. Olmaz. Almaniya vergi ölkəsidir. Bəli. Baxın, buradan həm də yanımda duran bariz nümunə, 3 yaşından bəri burada yaşayan bir Azərbaycanlı var, onun dilindən də eşitdiniz. Almaniya, Azərbaycandan gələn soydaşlarımız, həmvətənlərimiz Almaniyada qara işləmək problemdir. 3 yaşımda 27 il bundan əvvəl 3 yaşında gəlmişəm ailəmlə birlikdə. Gəlmək səbəblərimizi bilmirəm. Mamam, papam Hələ 3 yaşındaysınız əlbəttə ki. Götürüblər, bizi də gətiriblər. Burada, yəni mənim əslində kosmetikərin olmağımın çox qarışıq bir şey oldu. Əslində Necə oldu məsələn? Əslində mən polis olacaq idim. Polis. Bəli, və getdim polis akademiyasına yazıldım, bəlirli testlərdən keçdim. Hamısı da çox yaxşı nəticə aldı və axırda mənə çox təəssüf ki, rədd cavabı gəldi. Çünki boyum qısadır. Boyum qısa olduğu üçün rədd cavabı gəldi və mən o anda küstüm. Nə qədər olsa da anam, atam dedi, başqa bir bölümünə gir, başqa bir işlə məşğul ol. Yəni o sayda toy ya da orada belə bir şeylər, yəni gömrükdə istəmədim. Çol olsaydınız ki, böyük ehtimal sizə müsahibə almayacaqdım. Oradan istəmədim çünki küstüm. Yəni bir hədəfim var idi, mən polis olacaq idim. Motivasiyanız öldü. Bəli. Atam polis olduğu üçün çox istədim o. Almaniyada? Azərbaycanda. Azərbaycanda. Çox istədim o sahəyə girim, amma çox təəssüf ki, alınmadı. Sonra mən privat zaten eləyirdim. Makiyaj sevirəm, kosmetik sevirəm. Eləyirdim. Ondan sonra mamam dedi, bunu təhsili lazımdır. İstəyirsənsə bunu eləyək, təhsili lazımdır. Ondan sonra başladım. Başladım. Əslində atam mənə dedi ki, heç yaxşı bir şey deyil, bunu eləmə. Məni yönləndirdi psixologische Kinder- und Jugendbetreuerlığı. Uşaq və yeniyetmə psixolojisindən məşğul oldum. Psixologu. Yəni psixoloqluğa sizə yönləndirdi. Elə bir şey. Bəzən baxmayaraq ki, uzun ildir mən də buradayım, amma mən də çaşa bilirəm yəni. Ona dedi ki, bunu oxumalısan. Onu oxudum və ona paralel olaraq gündüzlər onun dərsinə gedirdim, onun məktəbinə. Axşamlar Abend Kosmetik Schuleni oxuyurdum. Paralel. Gündüzlər psixoloq, axşamlar kozmetoloq kimi. Çünki mən bilirdim ki, onu eləməyəcəyəm. Yəni mən mental çox belə şeyləri sevmirəm. Yəni üzüntülər, dərd, problem, belə Almanlar demişkən ich nehme das mit nach Hause. Yəni özümə dərd eləyirəm başqasının dərdini. Ona görə onu oxudum, bitirdim, diplomu verdim ataya, dedim buyur. O məmnun qaldı. Mən də öz sonra işimi gördüm. Kosmetoloqluğu davam etdim. Deməli polislikdən başlanılan yol kozmetiklə bitdi. Bəli. Və onunla hal-hazırda davam eləyir. Bəli. Necə bu çətin prosesdə kozmetikaya da olan marağınız, motivasiyanız ölmədi? Yəni sırf burada qaldı. Çünki polisliyi sevirdiniz, istəyirdiniz və olmadı deyə motivasiyanız getdi. Anamın dəstəyi ilə. Hə, anınızın. Anamın dəstəyi ilə. Mən elə təhsillə bağlı danışmışkən bir sual da verim təhsildən yanaşı. Almaniyada təhsil istər kozmetika üzərində olsun, istər Altenpflege, yəni yaşlı baxıcısı, ümumiyyətlə bütün peşələr üzərində təhsil sizi qane eləyirmi bir Azərbaycanlı olaraq? Yəni uzun illər Almaniyada yaşayan Azərbaycanlı olaraq. Belə deyim, mənim zənnimcə çox uzadırlar. Çox, yəni lüzumsuz şəkildə uzadırlar. Amma dərs prosesində hər xırdalığı öyrətdikləri üçün yaxşıdır.
Uzatmalar nədən ibarətdir? Məsələn, nə bəyəndi, yəni nə xoşunuza gəlmir? Misal, indi elə öz branşımdan deyim, kosmetika ausbildungu bir var 2 ya 3 illik eləmək, bir də var ki, mənim verdiyim privat kurslar kimi 6 aylıq, 3 aylıq cəmləşdirilmiş şəklidir. Yəni onlar daha çox praksis elətdirirlər. Nə anlamda? Yeri süpür, oranı yığ, buranı yığışdır. Belə bir şeyləri daha çox elətdirirlər və zaman keçirdirlər. Dərs prosesi olaraq bir günə sadəcə bir temanı danışırlar və yaxud onu həftələrcə uzada bilirlər, aylarca uzada bilirlər ki, bu çox lazımsızdır, yəni zaman itkisidir. Və onu qısaltmaq şəklinə daha yaxşı olur və daha gözəl nəticələr alınır. Yəni siz kompakt şəkildə təhsilin daha tərəfdarısınız ki, Almaniyada hal-hazırda uzun-uzadı keçirilən dərslərin. Çünki mən eşitdiyimə görə indi Azərbaycanlı burada yaşayan Ausbildung edən tələbələr də deyirlər ki, Ausbildungdan yanaşı bizi əlavə lazımsız işlərdə işlədirlər. Bəli. Deyir, mən gəlmişəm, mənə yer təmizlətdirir, nədir? Yəni güya bu təhsildir də. Yəni sən bunu etməlisən falan. Ucuz işçidir yəni. Yəni ucuz işçi işlədirlər. kimi. Əslində bunun təhsili heç bir aidiyyatı yoxdur. Heç bir aidiyyatı yoxdur. Okay. Bəs bunu eləmək məcburiyyətindədirmi tələbə? Mənim verdiyim dərslərdə xeyr. Amma normalda məcburdur. Normalda məcburdur. Yəni müəllim deyək ki, deyir ki, gəl yeri süpürməlidir. Süpürməlidir. Yəni deməli Almaniyada Ausbildung etmək istəyən gənclər bunu da nəzərdə saxlamalıdırlar ki, yəni burada müəllim və müəllimlər sizə Ausbildung, yəni təhsilinizlə yanaşı bir neçə iş gördürə bilər ki, bunu görməyə bilmirsiniz. Yəni Ausbildungdan atıla bilirsiniz hər halda. Yəni bu məncə sui-istifadə sayılır. Bəli. Əfsuslar olsun. Amma çoxu da almanlardır bunu elətdirənlərin. Və çox tələbələrimiz də əlbəttə ki, və yaxud da burada yaşayan soydaşlarımız da bundan narazıdırlar. Almaniyada kozmetikaya maraq necədir? Çox yüksəkdir. Çox yüksəkdir. Çox yüksək. Pulu da yaxşıdır da, ondan Bəli. belə çıxır. Bəli. Yəni bir kozmetikerin və yəni kozmetika ilə məşğul olan bir xanımın və yaxud da indi mən düşünmürəm ki, bəylərimiz kozmetika ilə çox məşğullar. Var. Var əlbəttə ki, amma çox məşğullar. İndi əlbəttə ki, stilistlərimiz də var, Almaniyada fəaliyyət göstərən professional və tanınmış. Təxmini maaş nə qədərdir? Sizə belə deyim. Bu əslində Almaniyada yaşayan azərbaycanlılar üçün deyil. Bu sual Azərbaycanda ekran arxasından bizi izləyən izləyicilərimiz üçündür. Belə deyim, birinin salonunda işçi olaraq işləmək sizə o qədər çox pul qazandırmaz. O zaten baxır, o neçə saatlığına işləyir. Half time, part time, full time ya burada mini job olaraq gedir, aushilfe olaraq gedir. Yəni orada baxır ki, nə qədər və çox az verirlər pulu. Okay. Amma öz işiniz olsa, özünüz yəni bir sahibkar kimi işləsəz, daha çox pul qazanırsınız. Onda vergilərini çıxmaq şərti ilə. Təbii ki. Yəni vergisiz təbii ki. olmur. Burada o mümkün deyil. Zaten biz onlar üçün işləyirik, vergi üçün işləyirik. Amma yenə də yəni ən sonda qalan pul daha çox olur. Yəni özün işləyəndə. Yəni bu çox təəssüf ki, belədir kosmetik branşında. Sizin sahənizin ən türklər demiş püf nöqtəsi nədir ki, onu gənclər mütləq bilməlidir? Məncə elə bir nöqtə yoxdur bizdə. Sadəcə peşəkarlıq və işə məsuliyyət. Məncə mən düşünürəm ki, bütün işlərdə püf nöqtə, yəni hər kəsin bilməli olduğu vacib şeylərdən biri disiplinin olmasıdır. O təbii ki, disiplin olmasa heç bir iş getməz. Yəni insanın həyatı getməz. Disiplin şərtdir. Yəni ömrümüzdə ən önəmli şeylərdən biridir deyə mən düşünürəm. Hər növdə. Yəni məktəb həyatında, iş həyatında, ailə, ev, uşaq böyütmə, təlim, tərbiyə, hər bir şeydə disiplin olmasa heç nə ilərləməz deyə mən elə düşünürəm. Bugünə qədər nə qədər tələbəniz olub? 100-dən çox olub. 100-dən çox tələbəniz olub. Hamısına da 6 aylıq dərs keçmisiniz. Yox, bizdə günlük kurslar da olur, aylıq kurslar da olur. Bu rəsmidirmi yoxsa privat olaraq keçmisiniz? Rəsmi dərslərdir. Rəsmi diplomu falan olur da. Bəli, bəli. Aha. Yəni bu diplomu vermək üçün sizin hər hansı şirkətiniz olmalıdır və yaxud da siz hansınızda qivəbi olmalıdır və dərs keçə bilmək MMC üçün deyək də, yəni bizim Azərbaycan dilində, yəni öz sahibkar olmalısınız. Bəli, bəli. Rəsmi qeydiyyatlı bir işin olmalıdır. Zaten onu qivəbi Almaniyada bir iş görmək qeyri-mümkündür. Yəni
qəbul olmalıdır və bəlirli bir il, yəni o baxır hansı sahədə siz dərs verirsiniz, 2 və ya 5 il arasında özünüz o işi görmüş olmalısınız. Mən düşünürəm ki, kimliyindən asılı olmayaraq, məsələn, bizim Business TV kanalında bir neçə həmkarımız var ki, veriliş aparır və verilişlərin demək olar ki, 80%-i gənclərə həm töhfə, həm məsləhət, həm də motivasiyadan ibarətdir. Mən düşünürəm ki, bizim verilişimizin vasitəçiliyi ilə də Azərbaycanda ekran qarşısında oturan bir çox gənc bizim verilişimizdə iştirak edən qonaqları örnək alaraq öz biznesi, yəni həmçinin ki, siz daxil olmaqla öz bizneslərində böyük müvəffəqiyyət əldə edəcəklər. Əlbəttə ki, bizim indi konseptimiz xaricdə yaşayan, Almaniyada yaşayan Azərbaycanlıları göstərməkdir. Çünki gənclərimiz var ki, hər zaman onlara məsləhət lazımdır və düzgün məsləhət lazımdır və biz də çalışırıq ki, bu proqramlarla daha peşəkar və professional biznesmenlərdən məsləhət alaraq onlar irəliləsinlər. Mən düşünürəm ki, onların gələcəyində və uğur yollarında çox böyük töhfə vermiş olacaq. Sizə də dərin təşəkkürümü bildirirəm gəldiyinizə görə. Neçə kilometr yol gəlmişdiniz bu arada, o soruşum? 100 təxmini. Təxmini 100 kilometr. Yəni bizim üçün 100 kilometr yol gəlmisiniz. Mən məmnun oldum. Hədiyyəniz üçün çox sağ olun. Və düşünürəm ki, növbəti verilişlərimizdə yenə görüşəcəyik. Daha böyük mərtəbələrdə və daha böyük pillələrdə inşallah. Və biz də verilişimizin sonuna gəlib çıxdıq. Bugünkü qonağımız Aytən Qəmbərovadır. Almaniyada fəaliyyət göstərən kozmetoloq. 100-dən çox tələbəsi olan bir Azərbaycanlı xanım. Əlbəttə ki, bu proqram vasitəsilə bacardığımız qədər sizə həm informasiya, həm uğur hekayəsini bölüşmüş olduq. Növbəti proqramda da əlbəttə ki, növbəti qonağımız da əlbəttə qarşınızda olacaq. Növbəti proqramda nələr olacaq? Əlbəttə ki, anonslarımızdan izləyə bilərsiniz. Əziz dostlar, videolarımıza sosial medialar vasitəsilə təkrar baxa bilərsiniz və əlbəttə ki, TikTok, Instagram və digər sosial şəbəkələrdən də videolarımızın xırda kəsit və anonslarına baxa bilərsiniz. Bizi izləyin ki, hər zaman xəbərdar olasınız. Növbəti proqramda görüşmək ümidi ilə sağ olun, salamat qalın.